Hər vaxtınız xeyir olsun mənim gözəl qızlarım. Bu günləri sizi Faberlic Amperkingi ilə qarşılayıram. Sizdən bir xahişim var. Videonun baxış sayını 1000 ədəd etdikdən sonra yeni vlog atacağım. Əgər istəsəniz siz də dostlarınıza, tanışlarınıza göndərin səhifəmi, videonun baxış sayı artsın. Deməli, hər zamanki kimi yeni bir alış-veriş etmişəm. Ancaq bu alış-verişim müştəri alış-verişidir. Yəni özüm üçün almamışam. Qonşumuz istəmişdi, onun üçün almışam. Burada 3 ədəd ağardıcı krem dəsti var və bir ədəd ayaq üçün yumşaldıcı krem var. Əgər səhv etmirəmsə, hamısına bir yerdə deyəsən 23 manat vermişdi. Qiyməti həqiqətən də çox münasibdir. Bir də toğrul üçün belə bir krem almışdım. SPF. Bunun da qiyməti 12 manat idi. Bir dənə də hədiyyəm var. Duş geli. Görüləsi işimiz çoxdur. Gedirik bir-bir həll eləməyə. Axşam da istəyirik dənizə gedək. Görək istiq olsa. Böyle qızlar, siz nə edirsiniz, nə iş görürsünüz? Bugün həftə sonudur. Mən isə make-up eləməmişim. Çünki həyat yoldaşım məni tələstirir. Tez elə deyib məni çərlədir. Bu da mənim cücəm. Ay cücə. Nətərsən? Dərmanı içdin səhər tezdən? İçməmsən, hə? Bax, görsən beləsən. Balaca kişi ilə mağaza gəzirik. Buna corab alacaq. Hə? Çəkib içinə qoyub. Toğrul bəyin corabını aldıq. İndi də gedirik Toğrula fizioterapiya həkiminə göstərməyə. Bu günlərdə başqa bir həkimə göstəririk. Çünki həkimlər artıq güvənilməz bir şey yaradır insanda. Toğrulun ayaqları biraz məni narahat edir. Ona görə deyirəm nə qədər bacarıram. Həkimlərə aparım. Görək nə deyirlər, hansı nə deyir. İnşallah heç bir problem olmaz. Amma yenə də. Adam bir od yağır, dəhşət. Tuta əlimi buraxana bana. Düz gedirik onsuz. Biraz tez-tez keç, bura zibilliyin yandı. Sumqayıtda yerləşir qızlar bura. Sumqayıtda deməli içəri tərəflərdə bir yerdədir. Müayinə ödənişsizdir. Ona görə gətirmişəm. Sənan Cəfərovun qabına 50 manat pul vermişdim. 200 manat da ayaqqabıya. Yəni indi onun da gördüyü iş çox da məni qane eləmir. İndi görək nə olur. Gəldik, çıxdıq axırçı görək. Nətər olacaq. Girdik içəri. Burada bir dənə yekə motosiklet var. İndi çıxaq yuxarı. Aşağıda heç kim yoxdur. Çıx doğru. Çıx görək yuxarıda kimsə var yoxsa yox. Niye saçtın? Niye saçtın mısın? Həkimdən çıxdım, hamısı eyni şey deyir. Yenə də onurğa problemimiz var. Bizim daimi olaraq davam edən problemdir. Ayaq altında düzlük var və bu müalicə ilə keçəcək bir şey əslində. Sadəcə uzun müddət lazımdır. Yəni əgər uşağın sağlam olmağını istəyirsinizsə, onun daimi olaraq arxasıca düşməlisiniz. Yəni bunun üçün həm dəniz, həm qum, həm idman, gimnastika, fizioterapiya və sair və ilaxır hamısını bir yerdə etmək lazımdır. Elə buna görə də növbəti ay üçün öz hesabına məzuniyyət götürməyi planlayıram. Çünki mənim məzuniyyətim artıq qalmayıbdı, verməyəcəklər. Burada da gəlmişəm, özüm üçün karqom vardı, onu götürdüm, onları bir yerdə açırıq. Görək aldıqlarımız nələrdir və bizi qane edirmi, etmirmi? Bu ilk olaraq pişik üçün aldığım qumun, belə hansı ki qum qabı deyirlər ya və yaxud da qum tökürsünün üstünə deyirlər. Yəni qum qabını qoyursunuz bunun üzərinə, pişik də oradan çıxanda ayağındakı zirzibili tökür bu qumun üstünə. Və belə olanda pişiyin ayağındakı qum evə yayılmır, ortalığa yayılmır, bunun içərisində qalır. Başqa bir məhsul almışam, gəlin görək bu nədir. Aldığım məhsulların qiymətlərini və skrinlərini paylaşacağım. Yuxarıda baxarsınız. Bu isə kofe aparatıdır. Yəni kofe də eləmək olar, yumurta da elə çırpa bilərsiniz. Mən isə adətən kofe çırpıram bundan. Mənim öz aldığım qırıldı, daha doğrusu qırılmadı, xarab oldu. Çünki Toğrul o qədər onu boş-boş işlətdi ki, artıq dözmədi və xarab oldu. Ona görə təzəsini almışam. Mənim əvvəl aldığımın başlığı 1 ədəd idi, ancaq bunun başlığı 2 ədəddir. Eyni ilə bu da zaryadka ilə işləyir. Bunu da qoymalısınız, zaryadka yığmalıdır. Ondan sonra istifadə etməlisiniz. Belə keyfiyyətli məhsula oxşuyur inşallah.
tez xarab olmaz. Üstəgəl burada dərəcə var. Yəni məsələn artırıb azalda bilirsiniz dərəcəsini. Mənim köhnə aldığımda artırmaq, azaltmaq yox idi deyə elə bilirəm, ona görə daha tez xarab oldu. Ümumiyyətlə Temunun məhsulları pis gəlmir. Son vaxtlar zakaz edirəm. Temudan daha çox alış-veriş etməyə başlamışam və aldığım məhsulları da maksimum şəkildə sizlə paylaşmağa çalışacağam. Həm görəsiniz məhsullar necədir, həm də ki ümumiyyətlə qiymətlər falan baxasınız. Bunların aldıqlarımı, yəni ümumi linkini qoymağa çalışacağam. Görüm bacara biləcəm yoxsa yox. Temudan tam da başım çıxmır. Yəni maksimum şəkildə çalışıram ki, oradan nə isə öyrənim, amma biraz çətin olur. Bu isə 400 ədəd üz silən yumru almışdım. Bu isə heç işimə yaramadı. Məsləhət də görmürəm bundan almağı, çünki hədsiz nazikdir. Normalda bu yumrular üzdəki kosmetikanı silməyə kömək eləməlidir. Ancaq bunlar o qədər nazik çıxdı ki, inanın heç bir işimə yaramır. 3-4-ünü bir-birinin üstünə qoyub elə istifadə edirəm. Və belə bir papaq sifariş eləmişəm. Çox bəyəndim həqiqətən də. Mən belə keyfiyyətli bir məhsul gələcəyini gözləmirdim. Ümumiyyətlə Sumqayıtda ya Bakıda fərqi yoxdur. Harda istəsəz soruşun, belə papaqlar 15-20 manat olur. Mən isə bunu Temudan həqiqətən də çox aşağı qiymətə almışam. Yenə də qiymətini də yerləşdirəcəm, baxarsınız. Belə qatdanıqlı gəlmişdi. Fikirləşdim ki, yəqin elə belə qırışlı falan qalacaq, xoşuma gəlməyəcək. Ancaq inanın ki, 1-2 dəfə istifadə edəndən sonra heç o qatından əsər qalmadı. Çox yaxşı gəldi. Baxaq görək başqa nələr sifariş etmişik. Ümumiyyətlə isə Temunun məhsulları 10-15 gün arası gəlir. Məsəl üçün mənim sifarişimin biri 13 günə gəlmişdi. Yəni Temudan məhsul vuracaqsınızsa nəzərinizdə olsun ki, elə tez gəlmir. Ona görə müəyyən qədər tez qabaqcadan yəni sifariş eləyə bilərsiniz. Bu köynəyi zakaz etmişdim. Belə bir maraqlı, qəşəng köynəkdir. Keyfiyyətlidir, məhsulunu bəyəndim. Ümumiyyətlə isə deyim ki, yəni 100% pambıq gözləməyin. Ümumiyyətlə belə məhsulların çoxu heç demək olar pambıq gəlmir. Ancaq ki, keyfiyyət baxımından da pis deyil də, yəni gündəlik olaraq geyinməyə yaxşıdır. Mən artıq bir neçə dəfə geyinmişəm, işə, parka, gəzməyə bəyənilibdir. Model olaraq da çox maraqlı, incə bir modeldir. Bu da həvəslə gözlədiyim sifarişlərimdən biri idi. Gəlin görək bunun içərisində nə var. Ümumiyyətlə mən son vaxtlar saatları çox sevməyə başlamışam. Bu saatı isə həvəslə gözləyirdim həqiqətən də. Düşünürdüm ki, yəqin ki, razmerim olacaq. Ancaq təəssüf olsun ki, mənim qolum biraz nazikdir. Ona görə tam razmerim olmadı. Əgər sizin qolunuz biraz ətlidirsə, istədiyiniz razmerə tam otura bilər. Mən indi aparacağım, bunun qıraqlarından çıxartdıracağam. Niyə bunu belə həvəslə sifariş eləmişəm? Çünki həm üzərində qızılı var, həm də ki gümüşü var. Yəni istədiyiniz aksesuarla və yaxud da geyimlə, ürək rahatlığı ilə geyinmək olur. Digər hallarda belə rahat olmur. Yəni belə deyim də, qızılı geyinəndə bunu taxmaq və yaxud da gümüşü geyinəndə taxmaq rahat olsun deyə elə bu iki dənəlisi çox ideal bir şeydir məncə. Bundan mən Sumqayıtda var idi, Casio-da almaq istəyirdim. Ancaq sonra fikirləşdim ki, ona baha verməkdənsə elə buradan almaq yaxşıdır. Mənim başqa saatım var Casio-dan. Qiyməti səhv etmirəmsə 90 manata idi. Düşünürəm ki, o 90 manatı ona verincə elə buna vermək daha yaxşıdır. Düzdür, əslində o markadır. Yəni onun keyfiyyəti ilə bunun keyfiyyəti də eyni deyil. Ancaq yenə də yola vermək üçün, fərqli etmək üçün yaxşıdır, pis deyil. Baxaq görək burada başqa nələr var. Ümumiyyətlə alış-verişi çox sevən biriyəm həqiqətən də. Bu ayki maaşım demək olar ancaq belə şeylərə gedib. Bu da mənim çox uzun müddətdir istədiyim, ancaq almağa qıymadığım ikinci bir məhsuldur. Hansı ki, belə qablardır. Onun içərisinə bijuteriya yığırsan. Düzdür, qiyməti çox baha deyil. 8-9 manat olmalıydı. Yəni kupon vaxtında, endirim vaxtında o qiymətə almaq mümkündür. Ancaq belə digər vaxtlarda, yəni biraz baha adi qiymət vaxtında 12-13 manat olmalıdır, səhv etmirəmsə. Mənim üçün baha sayılmır, amma ki, pul vermək üçün biraz adam fikirləşir ki, lazımdır buna pul vermək, yoxsa yox. Yəni 12 manat böyük pul olmasa da insanı biraz düşündürür. Yəni mən beləyəm, bilmirəm siz rahat şəkildə hər yerə pul xərcləyə bilirsiniz yoxsa yox. Mən biraz yüz ölç bir biç söhbət edir, ancaq bu ay heç nəyi ölçməmişəm, biçməmişəm. Elə birbaşa da zakaz edib gətirmişəm. Bu isə mənim digər həvəslə gözlədiyim məhsul idi ki, sınıq gəldi. Ürəyim ağrıdı. Həqiqətən də buna baxanda çox əsəbləşdim. İstədiyim stəkan idi. Bu stəkanlar məndə var idi. Yoldaşım sındırmışdı, sağ olsun. İndi təzədən zakaz elədim ki, yenə də olsun, ancaq olmadı. Çünki sınıq gəldi və təəssüflər olsun ki, qaytarmalı oldum. Onu da qeyd edeyim ki, qaytardım, heç bir problem olmadı.
Yəni qaytardılar da, pulumu da verdilər. Yəni demədilər də məsələn yolda sınıb və yaxud da özünüz sındırmısınız və s. və ilə axır. Yəni bu məhsul mənə sınıq gəldiyi üçün qaytardım. Qaytardığım üçün də pulumu da geri qaytardılar. Yəni pulu da 4 günə falan qaytardılar da, uzun çəkmədi pulun qayıtması. Bir də onu qeyd edim ki, əvvəllər deyirdilər ki, Temuda məhsulu qaytarmadan pulu qaytarmaq olur. Ancaq indi deyəsən elə şey yoxdur. Yəni məhsulu da qaytarırsan, sonra pul qaytarırlar. Belə bir şey olmalıdır. Neysə, axır ki, onsuz da məhsul mənə lazım deyildi, sınıq idi, ona görə qaytarmalı olmuşdum. Belə qızlar, Temudan başqa nələr almışam bir yerdə baxaq görək, davam edək. Başqa nələrsə almışamsa bu videoda yenə də açaq. Geri qaytarma seçəndə mən United seçdim, onda da aparıb Kangoya verdim və Kangoda heç bir problem olmadan qaytardı. Yəni bəzi kargo şirkətləri var ki, məhsulun içərisini falan açır, ancaq indi mənim verdiyim şirkətdə elə bir problem olmadı. Və anamgildəyəm, bilirsiniz ki, anamgildə də biraz qablar batmışdı. Dedim ki, ay ana, otur sən dincəl, mən sənin üçün bu qabları yuyum, yazıqsan, yorulmusan, hər dəfə elə sən eləyirsən, ona görə anama jest eləmək istədim. Vaxtı ilə daha vicdanlı övlad idim, elə bilirəm. Son vaxtlar biraz işin çoxluğundan, ev işlərinin həqiqətən də çoxluğundan öz işlərimi çatdıra bilmirəm deyə o vicdan duyğusu sanki biraz azalıbdı. Yəni öz evimin işlərini çatdıra bilmədiyimə görə, yoxsa çatdırsam, yəqin ki, yenə də həqiqətən də anama kömək etməyi sevirəm mən. Anam çünki çox əziyyət çəkib bizi böyüdüncə, həqiqətən də evimin işlərini istədiyim kimi rahat şəkildə çatdıra bilsəm, əslində gün ərzində məsəl üçün anama nəsə kömək lazım olanda gedib ona da kömək etməyin tərəfdarıyam. Bəzi qızlar var ki, deyir, yox, elə ancaq ana mənə eləsin. Ancaq mən elə tip insan deyiləm. Son vaxtlar sadəcə iş çoxluğundan, biraz da evin ümumi problemləri var. Necə problem? Yəni uşağın fiziki problemi var. Bir yandan da ümumi ev işlərinin çoxluğu və s. və axır. Neysə, axır belə şeylər idi ki, çatdırıb gedib ona nəsə kömək edə bilmirdim. Burada da əslində kömək sayılmır. Özümüz getmişdik onlara. Yedi, içdik, tökdük. İndi o tökdüklərimizi yığıram. Yəni bu kömək sayılmır. Sadəcə öz tökdüklərimi yığmağa çalışıram. Bəs siz necə? Ananız gilə gedəndə ev işlərində kömək etmək istəyirsiniz, yoxsa deyirsiniz ki, elə evdə də işlə, burada da işlə, nə qədər işləyəcəm və s. və ilə axır ayağınızı ayağınızın üstünə atıb uzanırsınız. Hansındansınız? Siz hansındansınız? Onu yazın rəydə. Onu da qeyd edeyim ki, ümumiyyətlə ev işləri əslində çox vaxt aparan bir iş deyil. Yəni bəzən qızlar deyir ki, evdə də işləmək çətindir. Mən razıyam, əslində evdə də işləmək həqiqətən də çətindir, adamı yorur. Ancaq evin işinin bir üstünlüyü odur ki, əgər evdə sizin əl-ayağınıza dolaşan yoxdursa, belə loru dildə desək, evdə rahat şəkildə işlərinizi görüb uzana bilirsiniz. Ancaq işdə belə bir şərait olmur. İşdə səhərdən axşama qədər, məsəl üçün, mən oturaq iş keçirdirəm, eyni yerdə oturursunuz və tərpənməyə icazə vermirlər. Evdə isə ürək rahatlığı ilə istəsəz uzanırsınız, istəsəz durursunuz, istəsəz evinizi yığışdırırsınız. Təbii ki, bu bütün ailələrə aid deyil. Yəni qızlar var ki, həqiqətən də qaynana qaynata ilə yaşayırlar. Onların işləri çoxdur, onların vəziyyətləri yaxşı deyil. Bəzən elə insanlar olur ki, insan həyatında səni başa düşmür, sənin gördüyün işi küçümsüyür. Bu mənim həyatımda da olur. Yəni bəzən məsələn mən özüm oturaq iş keçirdirəm. Mənə də deyirlər ki, sən nə iş görürsən ki, bütün günü oturaqsan, onsuz da nə işdir ki, onun işi görməyə nə var? Kaş ki sənin yerində olardım və s. və ilə axır. Bu sözləri mənə də deyirlər, inanın həqiqətən də. Yəni bəzən olardı ki, düşünərsiniz ki, yəni rahat olur həyat. Amma hər kəsin həyatında ona nəsə belə mız qoyacaq bir insanlar var. Bəzən yorulduğumu deyəndə mənə deyirlər ki, daşımızdan, yəni ən nifrət elədiyim yanaşmadır ki, bu hansı ki ən yaxınımdan gəlir belə bir söz. Bu sözü eşidəndən sonra mənim o insana qarşı nəinki sevgim, heç belə hörmətim belə qalmır həqiqətən də. Çünki düşünürəm ki, bu insan mənim işimi, əziyyətimi dəyərləndirmirsə, düşünürsə ki, mən daşlaşmıramsa, deməli mən yorula bilmərəm. Onda o insan mənim üçün nə önəmi ola bilərkən, mənim üçün necə bir qayğı göstərirsə, mən də ona eyni ilə qayğı göstərirəm. Yəni həyatınızda sizə də məsləhətim odur ki, sizi yoran, sizi bezdirən, sizin üçün bir insan kimi düşünməyən, yəni əziyyətinizi dəyərləndirməyən insanlar varsa, onları ya kənarlaşdırın, kənarlaşdıra da bilmirsinizsə, diqqətə almayın. Onlara sizin, yəni necə davranırlar sizə qarşı, siz də onlara elə davranın. Mən ümumiyyətlə son vaxtlar düşünürəm ki, böyük, kiçik söhbəti deyil burada. Yəni bəzən deyirlər, ay böyükdür dinmə, ay böyükdür sən onun qarşısında biraz dili qısa ol. Yəni bu böyük, kiçik anlayışı mənə artıq çatmır.
Əgər öz böyüklüyünü bilmədən böyük davranırsa, böyük olduğunu düşünmədən bir gənc insana, bir cavan xanıma və yaxud da oğlana gördüyü işi hörmətsiz edib, ona "Əşi, nə iş görmüsən ki?" deyə yanaşırsa, artıq o böyük kimi yanaşılası deyil. Çünki bu insan illərlə əgər əziyyət çəkibsə həyatında, əziyyət çəkib özü üçün şərait, həyat qurubsa, sənin ona gəlib demək ki, sən nə iş görmüsən ki, nə var sizin kimi işləməyə, daşlaşılmırsınız ki, evdə oturursunuz və yaxud da ki, işdən oturursunuz, oturaq iş görürsünüz və s. və ilə axır. Belə yanaşırsa, demək ki, o insana artıq istədiyi hörməti etməmək olar. Dostlar, hazırlaşırıq, gedək. Gedirik, hazırlaşırıq dənizə. Gəldik, çıxdıq dənizə. Sənin sumkan? Yox, yeməyə cumuruq. Sənin sumkan hanı? Götürməmsən sumkanı? Sənin sumkan maşında qaldı, doğru. Dənizdə xeyli əyləndik. Sadəcə qohum-əqraba ilə getmişdik deyə çox video çəkə bilmədim. Dənizdən vloqum bu qədər. Çox küləkli idi. Kişi ilə gedirik hara? Hara gedirik? Səhər yeməyinə. Şəhər yeməyinə gedirik, şəhər yeməyinə. Sonra da bunu dənizə aparacaq ki, sümüklərini möhkəmlənsin. Motaldır, motal. Bunun sümüklərini yiyeyim mən. Totu, niyə kefsizsin? Mahnıya qoyarsın. Bura. Və bura bizim son vaxtlar ən çox gəldiyimiz yerdir demək olar ki, həqiqətən də həm sevərək gəlirəm, həm də qiyməti çox münasibdir. 20 manata 2 nəfərlik səhər yeməyidir. Biz də gedib 3 nəfər əyləşib 20 manatlıq səhər yeməyindən yeyirik. Ümumiyyətlə məqsəd çox pul xərcləmək deyil. Mən heç vaxt çölə çıxanda düşünmürəm ki, bu günləri gedib məsəl üçün 50 manat, 100 manat pul xərcləyəcəm. Əsas odur ki, çölə çıxırıq, əsas odur havamız dəyişir və mənə elə bəs eləyir ki, havamız dəyişsin, çölə çıxaq, başımız qarışsın və s. Bu günləri də o günlərdən biri idi. Telefonu. Telefon görünədir, kamera. Sürəcədiyini əlavə etdik çaya. Bəli, şənsmə. Yemizli qabları yoxdur. Nə deyirsən? Please, telefon, please, telefon. Please, telefon olmaz. Please, telefon olur. Eləyim də sən də. Və əyləndik, dedik, güldük. Burada daimi yoldaşı Gili də gördük. Biraz orada söhbət elədik. O yan, bir yan, axır ki, yığışıb gedirik o Novxanıya. Novxanıda da işlərimiz var. Biraz onları görək, sonra isə gedəcəyik dənizə. Bu sezon ümumiyyətlə dəniz həvəsi yaman yaranıbdı məndə. Əvvəlki illər heç belə bu qədər dəniz həvəskarı deyildim. Axır ki, gəldik, çıxdıq Novxanıya. Novxanıda da ki, həmişəki kimi biraz ev işləri var. Ev işlərini görəndən sonra isə artıq bekar olacağıq. Və sonunda Novxanı yığışdırıb gəldik Toğrulla dənizdə dincəlməyə. Çünki həqiqətən də hava çox istidir. Adam istəyir ki, biraz özünü çölə atsın. Elə bu ərəfədə qaynatam yığdı ki, sizə gəlirəm. Düzdür, biraz geç xəbər eləyib əslində. Ta tez xəbər eləsə daha yaxşı olardı. Çünki evdə hazırlıq falan görmək məsələsi də var. Ancaq düşünürük ki, artıq gecdir. Ona görə də biraz dənizdə vaxt keçirdib sonra gedəcəyik və fikirləşirəm ki, axşama yeməyə tabaka fason bir şey eləyəcəm dufovkada, yəni bu rahat olacaq mənim üçün, mənə elə gəlir. Siz necə düşünürsünüz? Qonaq gələndə biraz tez xəbər eləmək yaxşıdır, yoxsa elə gəlib çatana yaxın desə yaxşıdır? Rul bəy də atası bayaq quma bastırmışdı. Prosta elə bastırıb ki, uşağım. Bütün bədənin üstü, hər yeri qumdur. Biraz da çoxdur ki, qumu. Ona görə şikayət edir ki, nəfəsim kəsilir. Uşağımı boğulmuş. Boğazıma dərlə töküldü. Görürsən? Biraz Toğrulun şikayətlərini eşitdik, sonra isə gəldik, oturduq bir stəkan çay içək. Çayı buradan sifariş etmişdik, digərlərini isə gələndə almışdıq. Ümumi xərcimiz demək olar ki, 30 manata yaxın çıxdı. Yeməklərdən danışıram, yerin pulu isə 15 manat idi. Çay içəndə belə bir şkafım var idi. Təəssüflər olsun ki, artıq ərimişdi. Və gəldik, çıxdıq evə, qaynatam üçün belə bir yemək hazırladım. Mən çox bəyəndim. Bu isə növbəti günün axşamıdır. Gəzintiyə çıxmışdıq, oradan da getdik, əyləşdik, bir çörək yedik. Əmisinin ad günüydü yoldaşımın, onu qeyd elədik, dedik, güldük, əyləndik, evimizə qayıtdıq. Xeyir olsun mənim gözəl qızlarım. Bütün şkafı tökmüşəm, baxın. Bütün şkafların içərisini tökmüşəm, bir-bir silirəm. İnanırsınız ki, zülm çəkirəm də, yəni. Axşam saat 10-dur demək olar. Amma ki, düzənləməyə davam. Çünki yeni veşulkalar almışam. Bu
boz veşilkalar görürsünüz, dəmir veşilkalar. Düz 40 ədəd ondan almışam. İnanın, olsa yenə də alardım. Yəni o dərəcədə veşilka xəstəsiyəm mən. Bilmirəm, siz də mənim kimisiz yoxsa yox. Yoldaşımın şkafını düzənlədim. Bunu Instagram üçün video formatında çəkdim. İnşallah editləyib paylaşacağım onu da. Əsas məsələ bütün paltarların veşilkada olmasıdır mənim üçün. Çünki nəyi ki qatlayıb qoyuram, həmin o şkaf elə bir vəziyyətə düşür ki, inanın, heç belə açılası olmur da. Yəni onun dərdindən baxın, hər şey qatlanıqsızdır. Yəni veşilkadadır ki, licbi nəyi axtarsa onu tapa bilsin. 2 dənə cəmi qışa aid şey vardı, onu da belə qatladım, qoydum. Qalanın elə qışı da, yayı da hamısını veşilkadan asmışam. Onsuz da deyirəm ki, belə mənası yoxdur da, yəni yığmağın. Bir də ora boşdur, düzənləyici alacağım inşallah ora. Prosta mən möhkəm dayanan düzənləyici istəyirəm. Temudan vurmuşdum, belə yumuşaq bir şeydi. Ondan xoşum gəlmir. İndi istəyirəm ki, biraz möhkəm duran bir şey olsun ki, məsələn, inşallah indi yaydan da qışa keçəcəkdə, Allah qoysa, onda oca yayları qatlayım, səliqə ilə qoyum həmin o şkafın yuxarısına. Bu da bizim yorğanımızdır. Yuduzdurmalıyam, dəhşət ləkəlidir. Çünki o qədər yer gəzib yazıq. Ona görə bərbad vəziyyəti fikirləşirəm, görüm onu hara sala bilirəm, hara aparıb yuduzdura bilirəm. Bu kodişkonun veşilkaları və şkafı. Bu isə mənim şkafımdan çıxan paltarlar. Hələ də düzənləyirəm. İllərdir deyəndə, daha doğrusu illərdir deməyək də, yəni mən bunu 1 il falan almışam da bu şkafı. Bu şkafı alandan bəri mən bu paltarları bura niyə asmırdım? Həqiqətən də indi özümə deyirəm ki, ayılırsan, yüzünü bunu fikirləşməmsən ki, bu ortadakı şkaf uzundur da, paltar üçün nəzərdə tutulub. Mən veçini asırdım bura və ayağı da qatlanıqlı qalırdı paltarların. İndi isə bura astım və çox qəşəng də durdu. Yəni deyir insan həqiqətən də hər dəfə başqa cür baxır vəziyyətə. Məndəki vəziyyət şu an öyle arkadaşlar. Neyse, asmışam bura. Temudan da sumka saxlayan zakaz eləmişəm. Gəlsin inşallah, sumkalarımı da buradan belə asacağım. 8 dənəlidir, düzdür. İndi fikirləşəm ki, gərək ikisini zakaz eləyərdim elə. Hamısını belə asmaqdan ötəri sumkalarım falan hamısı dəyib burada bir-birinə. Heç işlətmədiyim sumkam da var. Prosto deyirəm, bəlkə nə vaxtsa da o Azərbaycanlılarda var axı. Atmağa qıymırsan, deyirsən, yenə də lazım olar. Bax elə. İndi buranı da düzənləyim. Son halını sizin üçün yeni videoya çəkəcəyəm. Şalvarlarımı falan, o günlər o qədər artıq paltar var idi, inanırsınız. Qohumda uşaqlar var. Uşaq deyəndə, yəni 9-da 10-da oxuyan qızlarda. Onlara verdim çoxunu, çünki S razmer idi və bəzi S razmerlər ucu mənə dar olur. Biraz kökəlmişəm. Düz arıqlamaq da fikrim var, yəni fikrim yoxdur da, bu belə də geçsin. Sadəcə nə qədər də elə fikirləşirəm ki, arıqlasam o geyimlər mənim əynimə yəqin ki olmaz deyə düşünürəm. Ona görə onları verdim, getdim. Həm də deyirəm, biraz qardirobu boşaldaq ki, yeni məhsullar alanda bizim gözümüzə çox görsənməsin. Yoxsa həqiqətən də elə görsən, çox qədər paltar alsan, o qədər paltar alsan, psixoloji adam öz-özünü yükləyir də. Amma burada məsələn, neçə ilin şalvarı var, hal-hazırda göstərim sizə. Bəlkə 6-7 ilin şalvarıdır, başdurdu bu şalvar. Arada bir geyinirəm yəni. Burada cəmi bir dənə şalvarı mən bu il almışam. O da bu şalvardır. Bunu keçən almışdım məsəl üçün. Bunu vəbşə də çoxdan almışam. Elə biləm ki, vəbşə də bir 8-9 il şalvardır. Yəni belə. Bəzi məhsullar, bəzi geyimlər çoxdan qalır. Bu spaytinin dəsti isə bu il almışdım. İş yoldaşımdan çox qəşəngdir. Bəyənərək istifadə edirəm həqiqətən də. Arada bir həyətə geyinirəm, arada bir belə. Böyle kızlar. Devam edelim. İş bitmiyor hala. Siz de vəziyyət nətərdir, neyinirsiniz? Yatmışsınız, oyaqsınız. Kızlar, sonunda işimi bitirdim demək olar ki. Bura yığmışam uzun qol koftaları, belə qalın olan ədyal deyirəm. Şarfım falan, belə məsələn uzun qıç olan danışamadım. Pijamalarım. Nə var, hamısını bura qoymuşam, uzun qolları. Nazik koftalar, ancaq uzun qolları var idi ki, hansı ki artıq bunu geyinmirəm. Baxın, bu köynəklər məsələn şu geyinilmir. Hava çox istidir, dəhşət. Bunlar hamısı şkafda yer tutur. Fikirləşdim ki, bunları elə yığışdırım ki, ən azından bunlara yer açılsın. Baxın, bunları belə səliqə ilə düzmüşəm ki, aşağı falan düşüb eləyəndə, həyətəyə və yaxud da işə gedəndə bilim ən azından şkafda nələrim var. Bir dənə baxın, o küncdəki şalvarlar, üçü də qalındı, qış şalvarıdır. Prosta da onları yığışdırmağa həvəs olmadı. Dedim bir də onları pakovka elə. Amma əslində onu da kloka qoya bilərəm. İlə indi onu da qoyaram. Bura sumkaları yığmışam. Bunlar da belə də normal fasondur. Temudan vurduğum gəlsin inşallah. Onları da düzəldəcəm.
Burada da belə düzəltdim. Bura Temudan gələn həmin o sumkalar üçün orqanayzer asacağam. O şkafların da içərisini düzəltmişəm. Yoldaşımın da şkafını bayaqsa göstərdim. Onlar artıq qalanlardır, atılacaq. Beşilkaların da bəziləri ümumiyyətlə heç yararsız kimidir, onu da atacağım. Və bəzi balaca beşilkaları da apardım torun otağına. İndi sağlıq olsun, sabah da bir gündə torun otağını da düzənləyəcəm. Buradakı hələ ki bu vəziyyətdədir. Yavaş-yavaş, çünki təkəm. Yəni tək olanda insan hər şeyi çatdırmağa biraz çətin olur. Ümid edirəm ki, mən başa düşürsünüz. Son olaraq həmin o paketi hələlik bura qoydum. Çünki buradan başqa heç yerdə yer tapmadım. Əgər o böyük orqanayzerlərdən tapsam, onları da səliqə ilə düzüb yığaram yuxarı deyə düşünüyorum. Bunlar da Temudan aldıqlarımdır. Səliqəyə salıb videosunu çəkib sonra istifadə eləmək istəyirəm. Daha doğrusu videosunu çəkib sonra istifadə eləmək. Yəni səliqəli bir şey yoxdur, səliqəli bir şey yoxdur da burada yəni. Göyçay marketdəyəm. Gəlmişdim özümə bakal axtaram. Amma çox qəşəng dəstlər görmüşəm. 115 manata belə bir dəst içərisində 6 dənə belə tarelkası, elə stəkan. Bu da yəqin ki salat qoymaq üçündür. Sonra belə bir şey var. Bura Sumqayıtda yerləşən Göyçay marketdə. Bunun da dəsti 120 manatdır. Eyni. Bunun kasaları xoşuma gəlir. Ümumiyyətlə bunların kasaları çox qəşəngdir. Bizdə kasa ya balaca oldu, ya enli oldu. Belə qəribə bir şey oldu. Bunlar çox qəşəngdir. Bəzəyi çox bəzəklidir. İnanıram ki, yəni bir həftədən sonra sıxılaram. Sonra burada belə dəstlər var. 95 manatadır yenə. O məndə belə qabdır. Bu da su içmək üçün rahat deyil. Tökülür qıraqlarından. Sonra başqa nə göstərim sizə? 95 manata. Bu da 95 manata. Bunun tarikaları çox qəşəngdir. Estetik görsənir. Prosto kasası belədir. Eynidir hamısında. Bakal ümumiyyətlə tapmadım. Çünki bakal yoxdur demək olar. Yəni necə yoxdur? Qəşəngi yoxdur da. Hamısı belə uzun. Əvvəlki variantlar bunlar vəbşə qədimsi qoydu. Amma qiymətləri çox bahadır. Buna 21.50, 13 manat. Mən görüm Temudan vursam görəsən gələrmi, gəlməzmi fikirləşirəm. Burada da belə qəşəng şey dəstlər var. Nəlbəki armud stəkan üçün nəlbəki 15 manata qəşəng dəstində. Mənim armud stəkanımın nəlbəkisi yoxdur. Ya da var, hardadır bilmirəm. Böyle qızlar. Burada bakallar, stəkanlar, fərqli şeylər çoxdur. İstəsəniz gəlib ala bilərsiniz. Mənim sınan çaşqamdan yoxdur burada. Axtardım, tapmadım. Temudan da vurdum, xarab gəldi. Sınıq gəldi daha doğrusu. İndi yeni çaşqa axtarım özümə. Kofe içməyə, estetik. Bu belə çaşqa dəstləri var. Mən də təzə evlərində gətirmişdim. 42 manatadır bu məsəl üçün. Sonra 59 manata, 50 manata beləsi var. Sonradan bunlar elə mənasız gəlir adama. Hələ buna bax, ay Allah, 40 manata. Amma evlərində, təzə evlərində adama həvəsi gəlir. Mağazaya getdim, gəldim. Aldıqlarımı da sizə göstərmək istəyirəm. Deməli, Göyçay marketdəydim. Və Göyçay marketdən özümə bir dənə salfetka almışam. Cəmi. Qalanları isə başqa mağazadan almışam. Belə bir dənə salfetkadım 95 qəpiyə. Sonra özümə qutab almışam. Bir ədədi 50 qəpiyə. Neçə gündür yeyə bütər oldu. 1 manatlıq yerdən belə bir dənə dəstə almışam. Bu rahat gəlir mənə. Bilmirəm, siz beləsini işlədirsiniz, yoxsa yox. Əvvəl başqa cür işlədirdim. İndi buna keçmişəm. Bu rahatdır. Çünki işlədirsən bir damcı xarab oldu, at keçsin. Yəni 1 manatda da 10 dənəsi ucuz bir şeydir. Rahat şəkildə atmaqda olur. Hədəf qutusu almışam. Bilmirəm, doldura bilərəm yoxsa yox. 1000 manatlıq hədəf qutusu almışam. İnşallah ki, dolduraram. Ümid edirəm. Sonra bir dənə böyük belə salfetka almışam. Bunun da qiyməti 2 manat idi. Bunu da kuxnaya qoyacağam. Çünki kuxnada tez-tez su dağılır, nə bilim nə olur, adama lazım olur. Qiyməti ucuzdur, yəni adi mağazalarda, Göyçayda falan baxırsan 3 manat, 2 manat neçə qəpiyə, amma burada cəmi 2 manat. Sonra bu da manatlıq yerdən almışam. Bir ədəd salfetka.
Bunu da 1 manat almışam. Bunu iş üçün almışam. Bir dənə də veşilka almışam yenə. O birisi veşilkalarımı taxdım, amma baxdım ki, bəs eləmir. Onun görə yenə bir dənəsini də aldım. 10 ədədlidən 5 manatdır bunun qiyməti. Sonra isə keçək bunları qoyaq yerinə. Tökə getməyək. Neyse bax. Dağıtdım oraları. Sonra şey almışam, üzüm almışam. Qiyməti 2 manataydı kilosu, yəni. Mən də 3 manatlıq deyəsən aldım. Üzümü nə qədər aldım? 2.70 nəsə belə bir şey olmalıdır. Bir də şaftal almışam. Bunda kilosu 1 manataydı. Bu ikisinə bir yerdə 4 manat pul vermişəm. Da bilmirəm hansı nəticəydi. Bir də ki, özümə bakal almışam. Çünki mən bakallarımı Səbuhi müəllimin oxana aparıbdı. Mən də qaldım bakalsız. Və xrustal bakallar məni sərf eləmir. Çünki xrustal həm rahat deyil. Yəni belə uzun olur, nə bilim figurası falan olur. Rahat şəkildə işlətmək olmur da, ya da düşür, sınır eləyir. Ona görə narahat oluram. Bir dənə belə bakal almışam bacılar. Baxın, sadə, həm də qəşəngdir. Gündəlik istifadə üçün əladır məncə. Qiyməti 6 manataydı. Qutusu olmadığına görə 5 manata verdi. Yəni qutusu yoxdur da, başqa qutuya qoyubdu 5 manata. Gündəlik üçün əladır məncə, yəni. Ekstradan onsuz da evdə oldu bakallarım, əlavə qonaq falan gələndə xrustalları qoyuram. Bunları da özümüz işlətməyə yaxşıdır. Bəs siz nələr edirsiniz? Yazın görək də. Qaynatan bizləri deyə bu məhsulları burada açdım. Evə gedəndə açmaq istəmirəm, çünki narahat oluram. Belə bir dənə də köynəyim var. Necədir? Temudan almışam qızlar. Köynəyimi mən çox bəyənirəm. Yəqin ki, siz də bəyənərsiniz. Yaraşır məncə. Belə bir şeydir. İstəsəz linkini qoyaram. Görüm qoya bilsəm linkini qoyaram. Baxarsınız istəsəz. Ləzzətli bir vaxt keçirdirik. Gəl, toquşturaq. Çık. İşte fasilə zamanı. Xanım dırnaqlarını təzə eləyib göstərir. Necə gözəldir, ilahi. Ay, bunun üçün. Ay Allah. Necə əladır, çox bəyəndim. Dirəşmədə sən üzvü çəkeyim. Kofe zamanı hal-hazırda. Mən çəkirsən, paylaşsan kofe zamanı. Kofe time.